Dostum, səncə bizim əməkdaşlığımız necədir? Bir-birimizi yaxşı başa düşürük? Bizim əməkdaşlığımız funksionaldır. İnformasiyanı dəqiq və aydın ötürərək bir-birimizi anlayırıq. Və siz chatbotunuzla doğru ünsiyyət qura bilirsiniz? Ünsiyyət əladır. Mənim işimdə ən yaxşı köməkçimdir. Əlavə olaraq işdən kənarda dərdlərimi də ona danışıram. Yəni super. Rəqəmsal sistemlər insanla birlikdə işlədikdə daha uğurlu nəticə əldə edilir. İnsan ideyanı verir, istiqaməti seçir, süni zəka isə variantlar təqdim edir, prosesi sürətləndirir. Nəticədə qarşılıqlı əlaqə formalaşır. Texnoloji proqramlardan ən çox istifadə edilən sahələr isə Süni intellekt özlüyündə də əslində iki hissəyə bölünür, texniki və yaradıcı olaraq. Texniki hissəsi daha ağır sənaye sahələrində istifadə olunur, amma yaradıcı süni intellekt ilə adından da göründüyü kimi yaradıcı sahələrdə insanlar üçün daha lazımlıdır. Kinematografiya sahəsində reklam, agentliklər, yaradıcılıq, film, fotoqrafiya, videoqrafiya, yəni bu sahələrdə insanların işini asanlaşdırmaq üçün daha çox istifadə olunur. Süni zəka ilə uğurlu əlaqənin sirri doğru promptdan keçir, yəni düzgün verilən əmrdən. Buna görə məsələn mən bir şəkil yaratmaq istəyirəm. Deyirəm ki, bu ofis mühitində bir əməkdaş və bir müsahibə götürən xanım, onun şəklini yaratmaq üçün mən burada bəzi detallara əsas vurğulamalıyam və o detalları vurğuladıqdan sonra artıq yaratmaq hissəsinə basdıqdan sonra bizim üçün burada şəkil yaradılmağa başlayır. Bəli, artıq gördüyünüz kimi nəticə hazırdır və tam da ürəyimcədir. Çünki promptu yazarkən bütün lazımi detalları qeyd etmişdim. Əlbəttə, hər yenilikdə olduğu kimi bu proseslə bağlı narahatlıq yaşayanlar da var. Öz işinə emosional yanaşan, dərindən və effektiv nəticə görmək istəyən insanlar süni intellektin insanla bir yerdə işləməsinə və yaxud da onların işini əvəz eləməsindən qorxurlar. Bəzi yaradıcılar süni intellektə yox deməyə çalışır, lakin görürük ki, peşəkar istifadədə böyük şirkətlər belə, hətta məşhur yaradıcılar belə süni intellekti öz işlərinə tətbiq eləyirlər. Çünki nəticə etibarilə keyfiyyət və onların tətbiq eləyə biləcəkləri kontent imkanları olduqca genişdir və məhdud deyil. Artıq məsələ süni intellektdən istifadə edib etməməyimiz deyil, onunla necə işləməyimizdir. Çünki texnologiya nə qədər inkişaf etsə də, dəyəri yaradan hələ də insandır. Röya Salmanova, Emin Tağıyev, Telesəhər.